tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər. Sizi Azərbaycanın bölgələri üzrə 14 avqust 2026-cı il üçün gözlənilən hava şəraiti barədə məlumat veririk. Milli Hidrometeorologiya Xidmətinin son məlumatlarına əsasən Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-ədək davam etməsi gözlənilir. Buna görə də gün ərzində bəzi bölgələrdə hava şəraitinin dəyişkən olması, ayrı-ayrı ərazilərdə yağışlı hava və küləyin güclənməsi ehtimalı nəzərə alınmalıdır. Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, gün ərzində isə daha çox yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər və axşam saatlarında küləyin istiqamətində və sürətində dəyişikliklər müşahidə oluna bilər. Aran rayonlarında, o cümlədən Bərdə, Yevlax, Mingəçevir, Ağcabədi, Ağdaş, Ucar, Kürdəmir, Sabirabad və ətraf ərazilərdə isti yay havasının üstünlük təşkil etməsi gözlənilir. Gün ərzində hava əsasən açıq və dəyişkən buludlu ola bilər. Ayrı-ayrı yerlərdə qısa müddətli hava dəyişiklikləri mümkündür. Gəncə, Samux, Şəmkir, Tovuz və Qazax istiqamətində hava şəraitinin dəyişkən olacağı gözlənilir. Gün ərzində bəzi ərazilərdə buludluluğun artması mümkündür. Sürücülərə xüsusilə səhər və axşam saatlarında diqqətli olmaları tövsiyə edilir. Qarabağa və Şərqi Zəngəzur bölgəsində, o cümlədən Şuşa, Xankəndi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın ərazilərində hava şəraitinin bəzi yerlərdə qeyri-sabit keçməsi ehtimalı var. Dağlıq və dağətəyi ərazilərdə buludluluğun artması və lokal yağış ehtimalı nəzərə alınmalıdır. Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında hava şəraitinin dəyişkən buludlu olması gözlənilir. Dağlıq ərazilərdə hava daha sərin hiss oluna bilər və bəzi yerlərdə qısa müddətli yağış ehtimalı istisna edilir. Çəkilsa, Qatala, Qax, Balakən, Oğuz və Qəbələ istiqamətində də dəyişkən hava şəraiti gözlənilir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə gün ərzində buludların artması və lokal yağıntı ehtimalı ola bilər. Lənkəran, Astara, Lerik, Masallı və Cənub bölgəsində hava əsasən isti və dəyişkən olacaq. Dağlıq ərazilərdə isə buludluluğun artması və qısa müddətli yağış ehtimalı mümkündür. Naxçıvan Muxtar Respublikasında isə yay fəslinə uyğun isti hava şəraitinin üstünlük təşkil etməsi gözlənilir. Ayrı-ayrı ərazilərdə küləyin güclənməsi mümkündür. Ümumilikdə 14 avqust tarixində Azərbaycan üzrə hava şəraitində əsas diqqət edilməli məqam qeyri-sabitliyin davam etməsi ehtimalıdır. Xüsusilə dağlıq və dağətəyi rayonlarda hava şəraiti qısa müddət ərzində dəyişə bilər.